Ömərlə bir qutu macəra. Axşam sərdin. Yazar Rabia Gülcan Kardaş. Rəssam Tuka Kebrite. Bu kitab Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin xaricdə yaşayan türklər və əqraba icmalar idarəsi və Gəncliyə Yardım Fondunun işbirliyi ilə həyata keçirilən Hər uşaq bir çinardır layihəsi çərçivəsində hazırlanmışdır. İpək Yol Nəşriyyatı. Səsləndirən Məryəm Məmmədzadə. Hörmətli oxuyucu, rəhbər elm adamları silsilə kitabları etdiyi ixtiralarla və ya kəşflərə verdiyi dəstəklə elm tarixini işıq tutan alimlərimizi tanıtmaq məqsədi ilə hazırlanmışdır. Alimlərin, ixtiraların və texnoloji inkişafın mərhələsinin uşaqlar, yeniyetmələr və gənclər üzərində daim müsbət təsiri olmuşdur. Bu səbəblə də alimlərimizin həyatlarını macəralı bir həyatın içində göstərməyə çalışdıq. Hekayənin qəhrəmanı Ömər babasının evinin çardağında tapdığı sirli qutunu açaraq oradan çıxan xəritədəki ulduza toxunur. Qutunun macərası ilə keçmişə səyahət edən Ömər o anda ən parlaq ulduzun olduğu yerə gedir. Həmin bölgədə yaşamış və bütün dünyada kəşfləri ilə məşhur olmuş alimin tədqiqat mühitində qonaq olur. Ömər onu qonaq edən alimin kəşfləri və elm dünyasına qazandırdıqlarını yaxından tanımaq imkanı əldə edir. Macəra ilə dolu bu sirli səyahətində qəhrəmanımız çox əhəmiyyətli məlumatlar öyrənərək evə qayıdır və özünü çox xoşbəxt hiss edir. Məqsədimiz elm tariximizdə zəhməti olan böyük insanları bütün dünyaya və gələcək nəsillərə tanıtmaq, yaxşı işlər görən insanları daim yaşatmaqdır. Yaxşı oxuyan, oxuduqca fəallaşan, bəşəriyyətin xeyirli və məziyyəti gələcəyi üçün elmi tədqiqatla məşğul olan və elm həvəskarı gənclər olmağınız təmənnası ilə. Xoş mütaliələr. Deyəsən yenə xəstələnmisən. Ana, yaxşı da, bundan sonra daha diqqətli olacağıma söz verirəm. Bu dəfə həqiqətən mənim günahım deyil. Epidemiya var deyirlər. Anama söz başa salmaq çətindir. Təbii ki, mənim hərarətim bu qədər yüksələndə mənə qulaq asmağı mümkün deyil. Çünki ən xoşlamadığı şey diqqətsizlik səbəbindən xəstə olmağımdır. Təəssüf ki, çox vaxtda xəstə oluram. Amma gerçəkdən bu dəfə ağıllanmışam. Anam əsəbi şəkildə danışmağa davam etdi. Oğlum, epidemiya var deyirsən. Bəs niyə başqaları xəstələnmir? İmmunitetini qüvvətli saxla ki, mikroblar səni görəndə qaçsınlar. Ana, o qədər qorxuluyam ki, mikroblar məni görüb qaçsınlar. Əksinə, bu şirin uşağa dəymədən keçməyək deyərək daha çox üstümə gəlirlər. Ah oğlum, qızdırmadan yanırsan, amma gör fikrin haralardadır. Gəl bu şorbanı da isti-isti ye və yat. Ümidvaram ki, sabaha sağalıb duracaqsan. Anam yenə də düz deyirdi. Qızdırmadan yanırdım, amma dilimi dinc saxlamırdım. Həm qızdırmadan yanıram, həm də mənə isti şorba yedirirsən, dedim. Bir anda dayandı və təəccübləndi. Həmin anda fikirləşirdim ki, bütün soyuq şorba reseptləri beynindən sürətlə keçir. Sən demə, xəstələnməyimə səbəb olmuş dondurma və buzlu şirələr yadına düşmüşdü. Əlbəttə, sənə qalsa indi karamelli, şokoladlı, vanilli, limonlu böyük bir dondurma, üstündən də buzlu, südlü, çələkli şirə istəyərdin. Heç ağlıma gəlməmişdi, amma əla olardı. Biraz dəyişiklik olsun deyə səninlə gəzməyə getdik. Sən 2 dəqiqə yerində dayanmadın. Həm tərlədin, həm də tərli-tərli soyuq nə varsa yeyib içdin. İndi də deyəsən qızdırma başına vurub, yenə dondurma deyirsən. Ana, o boyda böyük parkda qaçmayıb neynəyəcəkdim? Çox danışma, şorbanı ye görək. Şorbamı yedim və anama təşəkkür etdim. Həqiqətən də biraz yatsam yaxşı olacaqdı. Özümü həm yorğun hiss edirdim, həm də gözlərim ağrıyırdı. Anam işığı söndürüb getdikdən sonra çox dayana bilmədim. Dərhal yatdım. Oyananda elə bildim səhər açılıb. Amma hər yer qaranlıq idi. Durub saata baxdım. Hələ 2 olmamışdı. Yenə yatmaq üçün yatağıma uzandım. Amma boşuna. Bu saatda nə çölə çıxmaq olar, nə də kimsə oyatmaq. Nə idim ki, vaxtım keçsin deyə fikirləşəndə çardaq yadıma düşdü. Bəlkə deyib yoxlamağa getdim. Temperaturu qalxmış bir xəstəyə bundan yaxşı hədiyyə olarmı? Ayaqlarımın ucunda pillələrlə çardağa qalxdım. Macəra qutusunun qapağına toxunan kimi xəritədəki ulduz parıldamağa başladı. Həm də Türkiyədə. Gözlərimi açanda üzümdən rahatlatıcı bir meh keçdi. Bu sərinlik çox yaxşıdır deyə fikirləşirdim ki, kimsə qolumdan tutub
tutub məni kənara çəkdi. Ay oğlan, atları görmürsən? Çox sürətli gəlirlər. Səni görməzlər, təpərlər, sonra ziyanlıq olar. Heç fikir verməmişdim. Hara gedirlər belə? Ağşəmsəddinin yanına gedirlər. Nə? Ağşəmsəddinmi? Haradadır o? Sualım havada qaldı. Məni kənara çəkən kişi tezliklə uzaqlaşdı. Arxasınca eləcə baxdım. Amma ona baxarkən məni izləyən bir nəfər diqqətimi cəlb etdi. Atının üstündə oturmuşdu. Onu gördüyümü hiss edəndə yanıma gəldi. Xeyrola, piyada qaldın? Hara gedirsənsə mən aparım. Ağşəmsəddini görmək istəyirdim. Gəl min tərkimə. Onsuz da mən də onun yanına gedirdim. Anam xəstə halda ata mindiyimi görsə, hər halda özündən çıxar deyə öz-özümə fikirləşdim. Görürsən yenə tərləyərəm. Nəysə, madam ki buralara gəlmişəm, indi burada olanları fikirləşim, dedim. Yol boyu yeni tanış olduğum atlıya Ağşəmsəddin barədə suallar verdim. Biraz keçəndən sonra izdihamı gördüm. Uzaqdan onu tanıdım. Saçı saqqalı kimi paltarı da ağappaq bir insan. Digərlərindən seçilirdi. İnsan bu hər halda Ağşəmsəddindir, deyirdi. Etiraf etmək lazımdır ki, kino qəhrəmanı kimi görünmürdü. Sadəcə daha real, həm də çox yaxşı bir insan. 2 metr boyunda bir pəhləvan deyildi. Amma ilk gördüyü anda insanın üzərində təəccüb və heyranlıq hissi yaradırdı. İnsanın ona qanı isinirdi. Amma bunun yüksək temperaturumla heç bir əlaqəsi yox idi. Ağşəmsəddinin yanına qədər atın üstündə getdik. Bizi görən kimi, "Xoş gəldin, oğlum. Sən də xoş gəldin, Ömər", dedi. "Necə yəni? Sən demə yol yoldaşım Ağşəmsəddinin oğlu imiş." Mən də heç çəkinmədən ona çoxlu suallar vermişdim. Ağşəmsəddinin oğlu Mehmet məni işarə edərək atasına çevrildi və "Artıq suallarına sən cavab verərsən. Heç dayanmadan sual verdi", dedi və güldü. Bu dəfə də Ağşəmsəddin məni öz atının tərkinə mindirdi. "Suallarını ver, Ömər. Soruş ki, öyrənəsən. Elmin qapısını sual açar." Artıq məni saxlamaq olar. Hara gedirik? Müqəddəs bir vəzifəmiz var. Sultan Mehmet xan bizi gözləyir. Konstantinopolda Sultan Mehmedi. Necə yəni? Fəth etməyə gedirik. Qulaqlarıma inana bilmirdim. İstanbulun fəthinə gəlib çıxmışdım. Bilmirəm həyəcandandır yoxsa xəstəlikdəndir, məni öskürək tutdu. Ağşəmsəddin xurcunundan kiçik bir su qabı çıxarıb mənə uzatdı. Sudan içib biraz rahatlaşdım. "Xəstələnmişəm", dedim. "Keçmiş olsun", dedi. Bu dəfə xurcunundan başqa bir şey axtarıb tapdı. Mənə verdi və udmağımı tapşırdı. "Biraz acıdır. Nədir bu?" Vücudda xəstəlik yayan xırda toxumlarla mübarizə aparmaq üçün hazırlanmış döyüşçü bitkilər. Mikroblara qarşı, yəni? Deməli siz mikrob deyirsiniz. Bəli, Mehmet abi xəstəliklərə mikrobların səbəb olduğunu necə kəşf etdiyinizi yolda danışdı. Bu cür kəşf sizin üçün çətin olmadı ki? Yaxşı bir həkim eyni zamanda yaxşı bir müşahidəci olmalı, gördükləri arasında hökmən düzgün bir əlaqə qurmalıdır. İnsanları müşahidə edəndə xəstəliyin də necə yayıldığını kəşf edə bilirsən. Beləliklə də gözlə görünməyəcək qədər kiçik canlıların xəstəliklərini yaydığını kəşf etdim. Əla, bəs tibb elmini kimdən öyrəndiniz? Sadəcə tibbi oxumusunuz. Yəni bu mövzuda təhsil aldınızmı? Səncə necə olmuşdur? Əslində tanış olduğum alimlər sadəcə tək istiqamətdə təhsil almayıblar. Mənim dövrümə görə bir-biri ilə əlaqəsiz kimi görünən elm sahələrində də təhsil alıblar. Elm bir bütövdür, Ömər. Sənin əlin də gözün nə qədər bir-birindən fərqli olsa da, birlikdə işləyəndə daha güclü olurlar. Hərarətin çoxalanda bütün bədəninə təsir edir. Ürəyin bulananda, başın ağrıyanda da həmçinin. Vücudun bir yerindəki nasazlıq bəzən tamam başqa bir yerdə fəsad verir. Çünki bütün orqanlar bir-biri ilə əlaqəlidir. Elm də belədir. Riyaziyyat, astronomiya, biologiya, əczaçılıq kimi elmləri də öyrəndim ki, hamısı mənim üçün faydalıdır. Bu atlar yaxşı atlardır, amma uzun yolçuluqda elə-bil insan yorulur. Siz ata çox minmisiniz? Təbii ki, övlad. Bunlar yolçuluqları asanlaşdıran nemətlərdir. Çox səyahət etmisiniz? Mən Dəməşqdə dünyaya gəldim. Bura isə Ədirnədir. Özün fikirləş. Mən öz dövrümdə nə Ədirnəni görmüşəm, nə də Dəməşqi. Deyəsən çox geridə qalmışam. Hələ cavansan, ümidvaram ki, görərsən. Görməyini də məsləhət görürəm. Deyirlər, insan işlədikcə zehni açılır. Bu düzdür. Zehin iş görməyə, əzbərləməyə vərdiş edir. Necə olsa işləyən dəmir paslanmaz. Oğlunuz dedi ki, çox gənc yaşda müdərris olmusunuz. Bu hərarət mənim yaddaşımı korlayıb. Elə bil daha əvvəl eşitmişdim. Müdərris nədir? Mədrəsədə dərs verən müəllim deməkdir.
Mədrəsələr bizim universitetlər kimi olduğuna görə siz də professor sayılırsınız. Elə deyirsənsə elədir. Sən də professor olmaq istəyirsən? Əslində indidən elm sahəsində gündəlik yazıram. Tanıdığım alimlər barədə qeydlər aparıram. Gələcəkdə yaxşı bir professor olaram və ya elm tarixi mütəxəssisi. Bu yay Ankaraya dayımın yanına gedəcəyəm. Bu mövzunu onunla da müzakirə edəcəyəm. Ankaraya getsən, hökmən Hacı Bayram Vəlinin də türbəsini ziyarət et. Əlbəttə ziyarət edərəm. Onu tanıyırdınız? Həm tanıyıram, həm də sevirəm. Mənim müəllimlərimdən biridir. Mənəvi rəhbərimdir. Ankarada çox qaldım. Müəllimim Hacı Bayram Vəli mənə torpağı qazıb oraya toxum əkmək vəzifəsi vermişdi. Uşaq olanda da atamla alma ağacının altında oturub dərs oxuyardıq. Ömər mənə keçmişi xatırlatdı. Alma olsaydı yeyərdik, sulu-sulu. Nəyə xoş olardı? İnsanın hərarəti olanda hər şeyin sulusunu istəyir. Bu dəfə Ağşəmsəddin xurcunundan bir alma çıxarıb verdi. Özü də istədiyim kimi qeyri-adi bir xurcundur, dedim öz-özümə. Mən almanı dişləyəndə Ağşəmsəddin sakitcə danışmağa davam etdi. Ümid edirəm ki, fətdən sonra qala divarının yanında da ağac əkmək qismət olar. Deyəsən atla yolçuluq eləmək məni bərk acıdırmışdı. Alma yeyəndə bunu daha yaxşı başa düşdüm. Görəsən iştahımın açılmağı sağalmağımın işarəsidir. Anam olsaydı mütləq elə fikirləşərdi. Ah anam, indi yanımda olsaydı və bütün orduya bəs edəcək qədər şorba bişirsəydi, deyə öz-özümə fikirləşdim. Ağşəmsəddin sanki acıdığımı hiss etdi və atlardan ayrılıb ağacın altında dayandı. Onu görüb oğlu da dayandı. Ağşəmsəddin oğluna, Mehmet, mən irəlidəki bulaqda əl-üzümü yuyum, siz də qonaqla birlikdə yemək yeyin. Uzaq yoldan gəlib, amma ikramda qüsur etdik, dedi. Həmin vaxt heç zəhmət çəkməyin deyəcək halda değildim. Mehmet qardaşın çıxardığı çörək, pendir, alma, biraz da soğan ilə həyatımın ən yaxşı pikniyini elədim. Deməli bu qədər az ərzaq ilə də ləzzətli nahar mümkündür. Mehmetdən niyə atasının da bizimlə yemək yemədiyini soruşdum. Atam çox az yemək yeyir. Hacı Bayram Vəlinin yanında buna vərdiş edib. Ümumiyyətlə az yeyilməsini məsləhət görür. Deyir, mədəsini az dolduranın beyni yaxşı işləyir, dedi. Bir anlıq loxman boğazımda qaldı. Mehmetin üzü güldü. Sən qonaqsan, həm də cavansan. İndi çəkinmə, yeməyini ye, dedi. Bu sözdən sonra rahatlandım. Mehmet də atası kimi yaxşı danışırdı. Davam etməyini istəyirdim. Atanız başqa nəyi tövsiyə edir? Deyir, daim təmizkar ol. Evini hörümçək yuvasına çevirmə. Təmiz saxla. Qonaqlara və yaxınlarına açıq saxla. Tənbəl olma. Nemətlərin qiymətini bil. Sultanların iltifatına sevinmə. Gördüyün işi bada vermə. Qazancını və ziyanını bil. Heç kimə əziyyət vermə və kinayə etmə. Ömrünün uzun olmağını istəyirsənsə, əl açıq və səxavətli ol. Gecə kimi ol, başqalarının sirrini gizlət. Heç kimə pisləmə, yalan danışma və böhtan atma. Heç kimin ürəyini sındırma. Atanı və ananı adları ilə çağırma. Çörək qırıntılarını ayaq altında qoyma. Düşən çörəyi götürüb yesən, zəngin olarsan. Səndən yaşlı və vəzifəcə üstün olanların qarşısında yerimə. Onlara qarşı ədəbli, təvazökar və əl açıq ol. Dırnağınla dişini qurdalama. Daraqdan ortaq istifadə etmə. Başqasının darağına əl vurma. Başqalarının misvakından da istifadə etmə. Çox yuxulama. Bu qazancı azaldar. Ağlın varsa tək başına səyahətə çıxma. Bunda çox təhlükələr var. Vaxtın qiymətini bil. Başqalarına sevgi və hörmətlə yanaş. Heç kimin ürəyini sındırma. Deyilənləri unutmamağa çalışacağam, dedim. Hətta bəzilərini dərhal anama deməliyəm. Evdə hörümçək toru görəndə dayana bilmir. Əgər gündüz vaxtıdırsa, onu hökmən təmizləyir. Gecə isə dəymir. İndi yazıq hörümçək özünə təzə yuva hazırlaya bilməz. Səhər olsun, mən oranı təmizləyim. O da gedib başqa yerdə özünə tor qursun, deyə öz-özünə danışar. Nahar başa çatmış, Ağşəmsəddin də gəlmişdi. Su qablarını da bulaqdan doldurmuşdu. Sonra içərikdəyə xurcununa qoydu. Yenidən atlara minib yola rəvan olduq. Bu dəfə məni ən çox həyəcanlandıran sualı verdim. Sultan Mehmetlə necə tanış oldunuz? Necə insandır?
Atası 2-ci Murad ilə Hacı Bayram Vəli görüşüb məsləhətləşərdilər. 2-ci Muradın arzusu ilə mən Şəhzadə Məhmədə müəllim təyin edildim. O çox yaxşı bir tələbədir. Nə öyrətsəm dərhal qavrayırdı. Sonra padişah oldu. Necə insan olduğunu soruşursan. Gecə hamı yatanda öz hədəfləri üçün plan hazırlayan, gündüz həmin planlarla məşğul olan bir gəncdir. Bax, indi də birlikdə şanlı bir fəth niyyəti ilə at sürürük. Bax, belə bir gəncdir. Ağşəmsəddinin Fatih Məhməddən bəhs etməyi qarşısında heyran qaldım. Mənim barəmdə də bu cür danışılsaydı, deyə öz-özümə fikirləşdim. Biraz daha irəliyə getsək və Sultan Məhmədi görsəm olarmı? Deyə çəkinərək soruşdum. Ağşəmsəddin çevrilərək üzümə baxdı. Əlini alnıma qoydu. Baxışından və əlinin buz kimi olmağından başa düşdüm ki, hərarətim yenə çoxalır. Ağşəmsəddin əllərini yavaşca gözlərimin üstünə endirdi və onu da görərsən övladım, indi biraz dincəl, dedi. Oğlum, haydi oyan. Yenə üstün açıq qalıb. Hərarətin yenə çoxalmışdı. Gözlərimi açanda anam yanımda idi. Temperaturumu ölçdükdən sonra məni uzun-uzadı qucaqladı. Əziz dostlar, son olaraq Ağşəmsəddinin həqiqi adı Şəmsəddin Muhammed İbn Həmzədir. Ləqəbi Ağ Şeyxdir. Dəməşqdə dünyaya gəlmişdir. Mədrəsə müəllimi, həkim və şairdir. Ağşəmsəddinin elm və təsəvvüfdə olduğu kimi tibb və əczaçılıq sahəsində də şöhrəti vardı. Tibb sahəsində yoluxucu xəstəliklər və mikroblar üzərində tədqiqatları olmuşdur. Tədqiqatların nəticəsində tibb barədə türk dilində Maddətül Həyat əsərini yazmışdır. Ağşəmsəddin xəstəliklər insandan insana gözlə görünməyəcək qədər kiçik toxumlar vasitəsilə keçir cümləsi ilə ilk dəfə mikrob nəzəriyyəsini ortaya qoymuşdur. Tarixdə mikroorqanizmdən bəhs edən ilk şəxsdir. Ağşəmsəddin sadəcə bədən xəstəliklərini yox, ruhi xəstəlikləri də müalicə edirdi. İstanbul fəth ediləndə şəhər xalqı padşah hesab edərək sultanla birlikdə şəhərə girən Ağşəmsəddinin üstünə çiçəklər atır. Amma Ağşəmsəddin bunu qəbul etməyərək padşaha göstərir. Fatih Sultan Məhməd isə çiçəkləri ona verin, o mənim müəllimimdir deyərək ona olan hörmətini göstərir. Beləcə şəhərə ilk dəfə Ağşəmsəddin daxil olmuşdur. Ağşəmsəddinin yazdığı əsərlər bunlardır. Maddətül Həyat, Nəsihətnamə-i Ağşəmsəddin, Həlli Müşkülat, Kitab-ı Tibb. İstanbulun fəthindən sonra Əyyub Sultanın qəbrini Ağşəmsəddin kəşf etmişdir. Ağşəmsəddinin qəbri Türkiyənin Göynük qəsəbəsindədir.